Bərdar rayon İcra Hakimiyyəti başçısının İmamqulubəyli kəndində səyyar qəbul görüşü keçirilib. Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında Respublikamızda aparılan sosial-iqtisadi islahatların əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və İmamqulubəyli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib. 2 kilometr uzunluqda İmamqulubəyli Çəmənli kəndlərarası avtomobil yolunun asfaltlanması, suvarma arxının və dren kanalının lildən təmizlənməsi, bir ədəd elektrik güc transformatorunun verilməsi, fərdi yaşayış evi ilə təmin olunma, bir dəfəlik maddi yardım edilməsi ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Vüsal Rafiqoğlu, Rauf Qarabağlı, Vəfa Hüseynova, Aran TV Bərdə.